Salam aleyküm əziz dostlar. Mən məşğul idim, bir tezad dostları çağıram. Bəlkə klasımıza çox gəlirlər, bəlkə faydalı olar. Azərbaycan Milli Fəallar üçün Jurnalist dərsinin 8-ci bölümünü başlayırıq və B qismətin, yəni 2-ci bölümündəyik. Bunun da ərz edeyim xidmətinizə, xəbər yazaq ya əməli jurnalizm ya gəlin xəbər yazaq bölümündə olacaq, xidmətinizdə olacağam. Amma zahirən burada hava qaranlıqlaşır, buludluq olubdur. Mən icazə verin, işıqları yandırım, gəlim xidmətinizə. Okey. Dostlar, mən yenə icazənizlə bu hissədə gedim Günas TV-nin web sitəsinə, onu nəqd eləyim, oradan bir-iki xəbərin üstündə danışaq. Mən 4-5 dənə xəbər baxdım, bu günləri calib xəbərlər var, saymadım neçəsi Azərbaycancıdır bu günləri. Dostlar mənə köməklik eləsələr, sayarıq bunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 16, 17, 18, 19 xəbəri var. 19 xəbərdən görək neçəsi Azərbaycancı xəbərdir. Səsini biz nə cür bağlayaq, öz-özünə bu düşdü işə. Mənim tamami sistemlərin fikirəm şey olubdur. Virus zadı vardı, öz-özlərinə düşürlər işə, danışırlar. Okey. Səsi bağladıq. 19 xəbərdən görək neçəsi Azərbaycancıdır. Əvvəl bu nəqdi eləyək. O deyir 1, İmamcümə 2, 3, o Türkiyə xəbəri də bizə rəbti yoxdur o qədər. 4, Ərdəbil zindanı 5, 6 Heyran məsələsi, 7 Təbriz zindanı, Ertuğrul'a görə bir xəbər var, 8, Dəstəhay Yari Rəsan 9. 9 xəbər, 19 xəbərdən 9-u Güney Azərbaycana görədir. Yəni, desaq 45% bəlkə, ya 44% Azərbaycanlıdır. Hələ 50-dən çox faizi Azərbaycanlılar ilgili deyil. O halda ki, Günas TV-nin web sitəsi gərək Azərbaycancılıq məsirində hərəkət eləyə və oracan ki mümkündür bu xəbərləri ki İrana mərbutdur, onları azaldı. Əlbəttə bunlar baxırdım, calib xəbərdirlər, heç çox da silmək olmaz. Amma qətiən Azərbaycanda bundan çox xəbər yazmaq olar. Mən xəbərlərdən bir neçəsini seçmişəm. Birincisi, bilmirəm kim yazıbdır, heç istəmirəm də baxım görüm kim yazıbdır. İmam Cüm'e Təbriz 2 nöqtə belə bir söz deyibdir. Kəsi pasıxquy böhran dəryacı Urmiye nist. Gözəl. Əvvəl bu titrə baxsaq dostlar, mən bunu silənmirəm, onun üçün burada yaza bilməyəcəm, çalışacağam ki deyəm. Dostlar ki istəyirlər, mən eləyə bilirəm bu linki qoyam, görüm, linki götürüm. Əgər bir dostumuz istəsə bunu görsün, nədir görə bilər, hardan mən bunu. Burada mən yazıram, linki göndərirəm. Dostlar ki istəyələr, xəbəri görələr, buradan götürüb baxa bilərlər məndən eyni zamanda. Linki göndərdim. Dostlardan biri yazıb ki, Günas TV-nin 47% xəbərləri Azərbaycancıdır. Sağ ol İlsin bəy, təşəkkür edirəm ki, bunu köməklik elədin, yazdıq. Sağ ol qardaşım, Mərənd şəhrinə salam ərz edirəm. Çox sevinirəm ki, gəlmişsiniz. Yaşasın Mərənd əhalisi. Bu xəbəri başlayaq, əvvəl buradan başlayaq bu İmam Cümənin. Əvvəl görək ki, bundan yaxçı titr vurmaq olar ya yox. Tüm xəbəri oxumamışıq, titr vurmaq olmaz. Bəs bu. Tüm biz bilmirik, titr vurmaq olmaz. Bəs yerə xəbəri oxuyaq, xəbərin içindən titri çıxarıq.
Gedək Lidə. Günaz TV mənbəyi xəbərdir. Bir dənə iradçı vardı. Günaz TV deyir, bu xəbəri mən yazmışam. Bu xəbəri Günaz TV ya gərək bir dostumuz ola, oradan bu xəbəri bizə alıb göndərmiş ola, ya biz bir mənbədən nəql edirik. Gərək o mənbəyi burada yazaq. Gərəyi var. Çünki biz bir ajansı xəbəri yox. Ajansı xəbəri mənbəyin deməlidir. Çünki əgər bu sabah yalan çıxsa, bizim əyağımıza yazılacaq. Amma yalan çıxsa, yazılacaq. Əgər mənbəyin yazsaq, yazılacaq onun əyağına. Bəs bu mənbəyi xəbər buna görə mühümdür, dostlar. Normalda qoyun mənbəyi xəbərə görə bir balaca deyim. Mənbəyi xəbərə görə mən bunu əgər silə bilsəydim yazardım. Mənbəyi xəbər o yerdir ki, bu xəbəri bizə yetirir. Biz bu xəbəri ondan alırıq. Məsələn, mən jurnalistəm, özüm gedirəm bir konferans xəbərdə ya bir yerdə görürəm, qulaq asıram və eşidirəm, görürəm ki, bu adam bu sözü dedi, yazıram, gətirirəm. Bu mənim mənbəyi özüməm, onun üçün xəbər bizimdir, Günaz TV-nindir, ya mənimdir. Bəzi vaxtlar biz bu xəbəri bir ayrı yerdən alırıq. Bir müdür danışıb, bir imam cümə danışıb, biz özümüz şahid olmamışıq. Bəlkə bir ayrı yerdən eşitmişik. Onun dəftəri deyibdi, o adamın bir işləyəni deyibdi, bir dost deyibdi, bir ayrı xəbərnigar mərkəzi, xəbər mərkəzi deyibdi. Biz ona yazanda, sabahları o imam cümə, o məqam, o xəbəri təksib eləsə, yalanlasa, onun əxlaqi məsələsi bizim boynumuza gəlmir. Biz deyirik ki, biz bu xəbəri filan kəsdən yazmışıq. Onun üçün hətta mən dostlara təklifim budur ki, əgər Günaz Facebookunuzda bir mətləb yayılırsınız, onun mənbəyin qoyun. Yazın ki, bu məsələn, orada bəlli olsun ki, bunun aşağısında ya yuxarısında bunun yazanı ya bunun yayanı əsli yeri haradır. Siz hardan götürmüsünüz hətta? Copy-paste əgər eləyirik. Çünki onda bunun yalançılıq məsuliyyəti, amarının, istatistikanızın qələt olmasının məsələsi sizin boyunuza düşməz. Amma o cür olmasa yalanların hamısını siz boyunuza çəkirsiniz. Bir bu. Bəs burada xəbərin mənbəyi mən görmədiyim üçün deyirəm, əlbəttə liddə ehtiyacı yoxdur. İkinci sətrdə bunu yazmaq ehtiyacı var. İkinci. Liddə deyir ki, Seyyid Muhammed Əliyə. Ha, bunu buna görə dedim ki, Günaz TV tüm mənbəyi xəbər deyil, onu yazmamalıdır. O yerdə ki, Günaz TV, eləyə bilər Günaz TV yaza, amma yaza benəqləs filan. O mənbəyi xəbəri görsədə. Seyyid Muhammed Əliyə Ali Haşim, baxın, qələt burada beləsi, biz əlaim, editdən istifadə eləyək. Nöqtə virgül qoyuruq. Ali Haşimdən sonra çünki tozih veririk. Yəni kim? Yəni sözü Ali Haşim, İmam Cümə Təbriz. Nöqtə virgül ya iki nöqtə qoyuruq, bəlli olsun. Normalda nöqtə virgül qoyaq. Niyə? Çünki qoft əgər yerinə ya dedi yerinə iki nöqtə qoyacağıq, iki dənə eyni həm əlaməti işlədə bilmirik. Biri demək əlaməti gəlir, biri də tozih vermək ki, o kimdir. Onun üçün lütfən o yerdə ki, bir dənə kəlməni yox, bu kimdir? Muhammed Əliyə Ali Haşim mövqeyiyyət idarəsi nədir? Niyə mühümdür? Çünki bu İmam Cümə Təbrizdir. Bir nöqtə virgül qoyuruq. Oradan görsədirik ki, bu İmam Cümə Təbrizdir. در نشست تخصصی مدیران رسانه‌های حکومتی آذربایجان شرقی در خصوص بحران دریاچه ارومیه گفت çoxlu müzafilə işlədibdir, okey, gözəldir. Burada bəlli oldu ki, Azərbaycan şərqidə dövlətə bağlı olan ya İran dövlətinin dedik münfəil ruznamenigarları gediblər, onların içində danışıbdır. Deyibdir ki, بحران دریاچه ارومیه را که همیشه فریاد میزنیم و کسی هم پاسخگو نیست. Baxın, cümlənin qələtliğini deyəcəyəm harda qələtdir. Məsulan باید این مسئله را به دقت مورد توجه قرار دهند و غفلت نکنند. Bu beləsi. İndi görün cümlə harda qələtdir. Biz farsı yazırıq. Farsı yazdığım üçün farsı usulunu müraat eləməliyik.
Çünki istirik sözümüz düşünülsün. Biz farsı yazmırıq ki, fars olaq. Biz farsı yazırıq ki, bir dərdi, bir məsələni deyək və onlar düşünələr. Biz nə cür fikirləşirik? Yaxçı, ya bu xəbəri biz nə cür görürük? Çünki hər xəbəri o xəbərin yazan kəlmələri ki, o xəbərin içinə qoyur. Baxın, در نشست تخصصی مدیران رسانه‌های حکومتی آذربایجان شرقی در خصوص بحران دریاچه ارومیه. Bunların hamısı bizim sözümüzdür. Günaz TV'nin xəbərnigarı ya yazarı bu kəlmələri seçib bir-birinin dibinə qoyub ki, bir söz deyə. Amma farsıdır bunlar, doğru. Bu adam istəmir fars olsun, ya farsı fərhənci yazsın, amma istəmir bir dərdi desin ki, harda bu söz deyilibdir, niyə qələtdir? İndi bizim cümləmiz doğru olmasa, düz olmasa, nəticə əks verər. بحران دریاچه ارومیه را که همیشه فریاد میزنیم و کسی هم پاسخگو نیست cümle tamam. Ne olsun cümleler? Ç'den sonra Ç iki cümleli bir şeydir. Her yerde Ç geldi, gərək bir cümle qurtula virgül qoyasınız. İkinci cümle onu təkmil eləyər. Yani cümle de olmasa ikinci qismət. Ç bir kələmədir ki, iki qisməti bir-birinə bağlar. Şərt kimidir. بحران دریاچه ارومیه را که همیشه فریاد میزنیم و کسی هم پاسخگو نیست ویرگول burada نقطه qoyulubdu. مسئولان باید این مسئله را به دقت مورد توجه قرار دهند و غفلت نکنند. ربطی yoxdur onun özü də. İki cümləyə müstəqil. Pəs bunu Ç'yə nəyə gətirmişik? Ç'yə gətirməməliyik. Bunun yerinə yazaq ki, bunun cümləsi də çünki bir dənə türk danışıbdır. Baxın. Bu molla türkdür. Bu molla farsı başarmır. Onun üçün farsı danışanmır. Türkçədən farsıya tərcümə edir. Və bunun üçün də o tərcüməni eləyən ya o xəbərnigarı ki, bunları tərcümə eləyibdir, qələt tərcümə eləyibdir. Doğru tərcümə eləməyibdir. Bunun üçün biz gərək bunu düz tərcümə eləyək. Əvvələn cümlələri düz quraq. Hə, burada gəlirik bir bəhs var, əmanət xəbərnigarı. Əmanət jurnalisti. Buna bir tozih verim çünki bu xəbərin yazılması buradan çıxır. Ki biz jurnalistuq, o adamı ki danışır, onun sözün əmanətdir bizə. Biz bu əmanətdə əl aparmamalıyıq və onu dəyişdirməməliyik. Bu gözəl sözdür. Amma baxın, bu adamın fikri nədir? Baxın, bunun sözü budur. Deyir ki, biz həmişə Urmiye dəryası bir bohranı var. Bu bir cümlə. Urmiye dəryası bohrandadır. Bu bir cümlə. Həmişə biz bunu bağırırıq. Bu da bir cümlə. Heç kəs bizə bu haqda söz cavab vermir. Bu da bir cümlə. Məsullar gərək diqqət eləsinlər və qəflət eləməməsinlər. Nəməniyə bu məsələyə? Məsullar gərək Urmu dəryasının bohranına, diqqət buyurun bura, bohranına təvəccüh eləsinlər, iltifat eləsinlər və qəflət eləməməsinlər. Nədən qəflət eləməsinlər? Bu da cümlədir yenə. Urmu dəryasının bohranından qəflət eləməsinlər. Bu türk. İndi biz burada 4 dana ya 5 dana cümlə yazacağıq. Bu məsələni həll eləyək. Bu sadəlikdə məsələni gərək əvvəl sadə eləyək. Bu adamın dediklərini, sonra onları cümlələrə çevirək, yazaq. Həm türkçədə, həm farsçada. Çünki bəzi adam vaqəən danışmağı da çətindir. Türkçədə danışır, çox qatışıq danışır. Yəni baş tapmaq olmaz. Bunun üçün biz o adamın sözlərini cümləyə çeviririk, sadə cümləyə, onları yazırıq sadə cümlədə, taje olsun. İndi bu cümlə əslən gərək bunu dəyişdirək. دریاچه ارومیه با بحران روبروست نقطه ما kim olur? Daxili parantez yazın Azərbaycan. Ya Azərbaycani ha, ya Torkan. Daxili parantez ma eləyə bilər ola özü, eləyə bilər olsun Azərbaycan. Çünki Tehran bunu qışqırmır. Bu Azərbaycanın sözüdür. Bu özün Azərbaycanın imam cüməsi bildiyi üçün, paytaxtın imam cüməsi bildiyi üçün belə qışqırır da. Azərbaycanın paytaxtı, hətta şükür olsun, Şimali Azərbaycanda da qışqırırlar. Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Şükür olsun, bu gözəl bir şüardır. Mən təşəkkür edirəm Şimali Azərbaycanın tək-tək insanlarından ki,
Azərbaycan, Güney Azərbaycana bu qədər yer verirlər. Bu mühümdür. پس دریاچه ارومیه با بحران روبروست. ما درباره این بحران فریاد میزنیم و کسی پاسخگوی این بحران نیست. بوده bir cümle. مسئولان باید به مسئله بحران دریاچه ارومیه توجه کرده و از بحران غفلت نکنند و از التفات یا از توجه به بحران deriyaçı Urmiye غفلت نکنن. İndi deriyaçı Urmiye'nin tez tikrar eləməyək, onun özünün bir yeri vardı, gene de onu deyəcəyik. Eləyə bilirik yazıq از آن، از این، از deriyaçı Urmiye، از deriyaçı، از Urmiye، از این آب، از این دومین یا سومین deriyaçı buzurg şur dünya. Bunlar birlikte bir şeyler ki eləyə bilirik tikrar olmasın, ayrı bir şeyler gətirib qoyaq onun yerinə. احتیاجی yoxdur, hətta zəmiri işarədən istifadə yox, an, indən də istifadə eləmək. Bunu o qədər در حال خشکی، در حال nə bilim nabudi deriyaçıyı ki Tehran xuşk mikor. O qədər buna sifət düzəltmək olar ki, şair olacaqsan, orada kəlmə düzəldəcəksən. Pəs buradan bu cümlənin iradlarını dedik ki, bu cümlənin iradları nədir? Biz bunu kiçik-kiçik cümləyə çevirməliyik, şərti cümləni təkmil eləməliyik. Hər cümlə her ne kadar küçük, dikkat buyurun. Her cümle her ne kadar az kelimeyle yazılsa belə yaxşıdır. Her cümle oradan ki mümkündür qıssa yazılsın ve bir mənanı daşısın. İki mənanı yox. Çünkü insanlar iki məna olanda birini yaddan çıxadarlar. Deyəcəyəm bunu. Müsahibə qismətlərində. Bu cürsə deyim. Həmişə insanlar iki cür baxarlar. Siz soruşursunuz ki, lütfen özünü mərifə eləyin və sinnizi deyin. Adam ya özünü mərifə eləmək qisməti qaldı zehnində cavab verəcək, ya sinnizi deyini. İndi bu biraz sual uzun olanda məmulən ikincisi qalar, əvvəlincisi yaddan çıxar. Oxuyanda da bu ittifaq düşər. Biz hər cümlədə bir məna desək, zehnidə qalar. İki məna desək, yaddan çıxar. Biri yaddan çıxar. Mən özüm də bəzən deyirəm ki, nə deyirdim? Çünki yaddan çıxıbdır. Cümlə uzun olub yaddan çıxıbdır. Ali Haşim təkid kərd. O liddir. Liddən sonra biz belə başlamarıq. Lid əgər odur, bizim ikinci paragrafımız başlamalıdır. Gərək deyək ki, məsələn, mən olsam bu xəbərdə Urmu dəryaçasını mühüm elərəm. Çünki Urmu dəryaçası İmamcümədən mühümdür. Amma eləmişik ki, yazaq ki, Ali Haşim .virgül İmamcüməyə Təbriz harda danışıb bunu? Bu danışıq Ustandaridə olubdur. Mən üçün bu sistemlə tanışam. Orada əlbəttə zahirən nişəst təxəssüsi müdirane rəsanəهای hökuməti. Yəni ehtimalən bu bir əslən Ustandaridə bir ayrı yerdədir. Müdürlər orada yığışmışlar. Nəyə? Yəni hər müdürün, hər ruznamənin ya həftənamənin müdürü yığışmış ora. Nəyə? Nəymiş bu təxəssüsi nişəst bilmirəm. Onu mən bilmirəm. Xəbərdə gərək yox var ya yox. Orada ki bu adamlar yığışmışdı. Urmiye sözünə görə danışdı, Urmu dəryaçasının böhranına görə danışdı və belə dedi. Pəs gərək ikinci paragrafımız belə olsun. Ali Haşimi tanıtdıraq. Sonra deyək ki, bu mətbuatın müdürünün içində filan cələsiyə görə danışanda söhbəti cəhdi dəryaçı Urmiyenin böhranına bu mühümdür. Və böhrana görə bu sözü dedi. Cümləni baxın görün dostlarımız nə cür o yazan ki Təbrizdə yazıbdı ya xəbərguzarı yazıbdı. Qələt nəcür yazıbdı? Bizim də dostumuz nəcür elə ona qələt yazıbdı. Yazıb ki, Ali Haşim təkid کرد. کاری کرد می شود کاری کرد اگر همه مردم و مسئولان در کنار هم باشند تا این بحران در آینده مشکلاتی را در آینده ایجاد نکند. Baxın. Əslən cümlədə məna yoxdur. Nə oldu? Mi şəvət kari kərd. Qabaqdakı paragrafı yadınızdan çıxadın. Bohrana görə mən tozih verdim. Bu cümlədən nə düşünürsünüz? Mi şəvət kari kərd. اگر همه مردم و مسئولان در کنار هم باشند تا این بحران در آینده مشکلاتی را در آینده ایجاد نکند. Heç söz bəlli deyil. Bəllidir ki, bu cümləni bir yerdən götürüblər, qoyublar, qələtdir. Biz yerək bunu düzəldək, doğru cümlə eləyək, bu doğru cümlədən anlansın. Ayəndə kəlməsi 2 dəfə düzəlibdir, cümlə kullən
3 dənə ya 4 dənə cümlədən ibarətdir, naməhfumdur hamısı, qoncudur. Biz gərək burada bu adam tüm bilirik Urmu gölünə danışır, hətta belə danışsa da, gərək Urmu gölü ilə buna cümlə düzəldək. Çünki bu adamın sözləri Urmu gölü ilə ilgili olduğu üçün ola bilər ki, türküsü də qəşəng deyil, suxənran deyil, yazılmayıbdır, fikirləşməyibdir, elə oturub orada danışır, ağzından çıxan da dedi, orada oturanlara qabili fəhmidir, amma mən ki burada Amerikada ya hər yerdə oturmuşam bunu oxuram, qabili fəhm deyil. Bunun üçün mən cümlənin mühtəvasına baxaram mətnin, onun cümlələrini düzəldərəm. Xəbərnigarın vəzifəsi bu dərslər. Məsələn, mən belə yazaram. درباره نجات دریاچه ارومیه می شود یک کاری انجام داد. تمام. باید اگری götürürəm. Çünki cümlə əgər olanda gərək ikinci cümlə gələ. باید همه مردم و مسئولان در کنار هم بکوشند تا بحران دریاچه ارومیه مشکلاتی را برای آینده آذربایجان ایجاد نکند. Ve əfsud. Bu ola bilər. Çünki indi əvvəlinci paragraf ki, liddən sonra gəlir, o cürsü gərək yazmaydı. İndi vey qoya bildik. Çünki bildik bu İmam Cümədir, harda danışır, danışdığına görə də deyə bildik ki, ve əfsud, mən با افراد مختلف و خود سازمان محیط زیست در این رابطه صحبت کردم. باید همگی برای نجات دریاچه هماهنگ شویم. اصلا üsttəki paragrafı ki oxuduq ha, onu götürəcəkdi, atacaqdı eşiyə xəbərnigar. Bu paragrafı gətirəcəkdi bura indi. امام جمعه تبریز گفت من با افراد منظuru kimdir? Məndən ki danışmayıbdı, sizlə də danışmayıbdı. Bu danışdığı mənzuru rəislərdir. İdarələrin rəisləridir. Mən با رؤسای یا مدیران ادارات مختلف و حتی رئیس اداره سازمان محیط زیست یا رئیس سازمان محیط زیست آذربایجان شرقی صحبت کرده ام تا برای نجات دریاچه ارومیه با هم هماهنگ عمل بکنند. Sözləri adcacan o adam xəbərnigar bir cür yazmış türkünü, biz onu çevirdik, biraz farsı elədik. Sadə elədik, insanlar bunu rahat düşünsünlər. Ali Haşim Əfsud və Əfsud, Ali Haşim Əfsud 2 dənə paragrafda Əfsud kəlməsini istifadə eləməyək, onun yerinə bir ayrı bir şey və təkid کرد. یا امام جمعه تأکید کرد. درباره بحران دریاچه ارومیه با نهادهای مردمی محیط زیست هم ملاقات داشتم. باید سازمان محیط زیست از امکان این نهاد استفاده کنند. شما باید از این ظرفیت‌ها استفاده کنید. آنها که پولی از بابت همکاریشان نمیخواهند. اصلا bunun çok xəbər deyil. Nəyə bunları yazmışıq biz? Bunun en mühim yeri budur ki, o deyibdi ki, Dəryaçı Urmiyə görə şeylərlə danışıbdı. Bu da ehtiyacı yoxdur. Təbii ki, görüşəcək, danışacaqdı. Əslən, burası xəbər olmaz ki, onlarda da ki, onlarla danışmışam, yenə də orası da xəbər deyir. Yəni, əslində bu 3 paragrafda hələ xəbər yoxdur. Fəqət orası budur ki, ayəndədə müşkülat icad olmasın. Müşkülat elə indi vardı da. İndi biz bura gəlsək, bu qisməti ki, deyir, mən nəhadهای mərdumi ilə mülaqat eləmişəm, xəbər deyil. Əslən xəbər deyil. Dərdə dəyməz. Amma eləyə bildik deyək ki, buradan deyək, sazman, əlbəttə xəbər deyil bura, yenə də. Amma yenə də eləyə bildik, bəlkə bunu yazaq. Mən olsam bu xəbəri yazmaram. Amma əgər istəyək, məsələn, məcburam mən bu xəbəri yazam ki, istəyim bir işli, idari işli görürəm, yazaram, məsələn, در آذربایجان تعدادی سازمان نهادهای مردمی محیط زیست وجود دارد. نقطه. اداره یا سازمان محیط زیست می تواند از امکانات این نهادها استفاده بکند برای اینکه
این نهادها از بابت همکاریشان با سازمان محیط زیست پولی نمیخواهند. تارجت به ساده. Gene deyirəm xəbər deyil. Buradan hələ burada xəbər yoxdur. Nə olsun yəni? Bunların harası xəbərdir? Buranın hansısı mesela siz olsanız bunu oxuyarsınız, yox mən oxumaram. Ve در پایان به مسئله آلودگی رود ارس اشاره کرد. حالا آذربایجان جور ندید آخه. ارمیه جور ندیدی. فقط o şeydi. Üstdəki çi dedik ya Lid'dəki yazıbdı böhran dəryaçı Urmiye ra ki həmişə fəryad میزنیم. Faqat o buradan xəbərdir. Ondan sonra hələ bir şey yoxdur. İndi Rus ərəsə keçdik. وی در پایان یعنی سخنرانی آخرینده ده ظاهرا به مسئله آلودگی رودخانه ارس. Bu da ki Arazdır da. Tamam dostumuz bunu yazıbdı. Gözəl Araz. Ahsen yaşasın. اشاره کرد و گفت چرا در کنار رودخانه ارس هزاران ماهی تلف می شود. Bakın görürsünüz. دقیقاً diqqət buyurun. Dəqiqən bir dana Türk danışıbdı. Bir dana Türk tərcümə eləyibdi ki o Türkçe ki tərcümə eləyibdi. O Farsı اصلا bilmiyor. Yani o malların Türkçesi. Bakın görün ne diyor. چرا در کنار رودخانه ارس هزاران ماهی تلف می شوند. کسی هم بالاخره جواب درست و حسابی ندهد. بالاخره چه کسی مسئول است؟ Cümləni Farsı yazmayıbdı. Fars adam yazmayıbdı. Bunu biz məcburuq. Jurnalist olaraq bunu gözəl görsədək, gözəl yazaq. Gözəl görsədək ki, istəmirik deyək bu adamın savadlıdır ha. Amma biz istirik bizim xəbərimiz oxunsun. Gene de burada bir şey yoktu ki biz yazaq. Ha, burası mühümdür. Çera در رودخانه اراز da orada Aras yazdık nə mənə gərək burada indi Araz yazaq. Diqqət buyurun. Həmişə o vaxtı ki gəlirik deyirik iki dənə adın, biri Arasdır, biri Arazdır. Əvvəl Arası yazdıq, sonra Arazı qoyduq cümənin arasına ya parantezin arasına dedik ki bunun əsli adı budur. Onu buna görə yazırıq ki ondan sonra neçə dəfə istəyək bu adı gətirək, Araz gətirək də Aras gətirməyək. پس bu da bir ایراد. چرا در کنار رودخانه اراز هزاران ماهی تلف می شود؟ علامت سوال yerine virgül qoyubdu. Çara gətirmisən qardaşım, bir buna sual qoyasan. İndi bu özü bir ayrı xəbərdir. Elə bir dənə bunu götürürük bir ayrı titiririk. İmam Cümeyd Təbriz dedi ki چرا هزاران ماهی در رود اراز تلف می شود؟ Qurtardı getdi. Bu titr, bu özü bir xəbərdir. جل قشنگ دیگرش چی؟ امام جمعه تبریز فلان yerdə این سوال را پرسید نقطه چی نقطه چرا در رودخانه اراز هزاران ماهی تلف می شود و کسی هم جوابگو نیست پاسخگو نیست یا و کسی هم جواب درست حسابی نمی دهد. Yəni adamı toğlurlar. Eləyə bilirik o cümləni soruşaq, yazaq. Gələk deyək ki, vey با اشاره وی یا امام جمعه فلان با اشاره به جوابهای بی سر و پیکر و غیر علمی مسئولان گفت باید به این مردم در مورد علت تلف شدن ماهی ها در رودخانه آراز جواب درست حسابی داد. آیا کسی در این خاک در این وطن مسئول و پاسخگو نیست؟ Biz niye bunu bu kadar uzaldırıq? Vəziyyət ciddidir. İndi buradan bu üzərin Cunas TV'nin öz yazanı yazıbdı. وضعیت جدی بحران دریاچه ارومیه به دفتر امام جمعه تبریز هم رسیده است. البته bu da onun sözüdür. ظاهرا تاکنون هیچ kodam از آنان موضع گیری جدی جهت حمایت از این burasını baş tapmıram. Mən özüm ki baş tapmadım. Zahirən bu gərək İmam Cümə xəbərnigarı ki bunu yazıb ki bu məsələ gedib İmam Cümənin dəftərinə yetişibdi. Yəni İmam Cümənin ora. Amma burası İmam Cümələr موضعcilik eləməyiblər, müdirlər موضعcilik eləməyiblər. Nə olubdu? Bu cümlə narəsadır. در حال حاضر بیش از 96% دریاچه ارومیه خشک شده و دولت جمهوری اسلامی ایران آن را به حال خود رها کرده است. Bunu Cunas TV'nin müfəssiri yazıbdı ya xəbər yazanı yazıbdı. Gözəldir. Burada işarə gərək bunu aparaydı. Bu cümləni gərək aparaydı. Orada ki Urmiyə görə danışırdıq, Araza keçməmişdik. Gərək bu cümlə gedə ora.
Çünki bunun rəbti var ora. Ondan sonra Urmu gölünə əgər ərazidən sonra istəyir bir şey yazsın, gərək yazır ki, məsələn burada deyirlər Ermənistan Pəsab şeyi göndərir, Fazılab həstəyini göndərir ora, enerji atomiye falanı göndərir ora, orada balıqlar ölürlər, onu da gərək burada yazaq. Xoşki dəryaçünlüyü səlaməti canı بیش از burada demək olar ki, məsələn در حالی دقت buyurun در حالی دریاچه ارومیه با بحران درگیر است که به گفته کارشناسان خود داخل مثلا ایران در پی این بحران 14 میلیون انسان حداقل جرح burada sözün qoyaq حداقل 14 میلیون انسان ساکن اطراف دریاچه ارومیه مجبور به مهاجرت خواهند شد. تعداد بیشماری از آنها به بیماری‌های مختلف دچار خواهند شد و میشوند. Mesela burada cümlələri yaza bilirik ki, filan mərəzliklərdə əlan deyirlər ki, şeydir. İndi mən olsam bu xəbərin 2 cümləsi vardı, izafi yoxdur. Qalan notara meşiyə burada 6-7 paragraf 2, 4, 6, 7, 8 paragrafdan ibarətdir. 8 paragrafın 6 paragrafı izafədir, 4 paragrafdan yazmalıdır. Bir əvvəlinci paragrafdır ki, liddi qərədir, o yazılmalıdır. Ondan sonra o birisləri yazılmamalıdır. Bir də araza görə ki, bir şey deyibdir, o yazılmalıdır, ondan sonra yazılmamalı dəyiri. Ondan sonra da 2 paragrafı axır ki, biri 66% Urmiye xoş quruyubdur və ikincisi Azərbaycanlılar kötücaqlar ya məriz deyiblər. Bu 2 dana gələr, olar xəbər tamam. Qalanı izafədir. Bu xəbərimizi baxdıq, getdi. Bir ayrı xəbər də görüm neçə dəqiqədə baxırıq buna. Mən istəyirdim ki, bu çox da uzun olmasın, amma nə düz oldu? 35 dəqiqədə əlan bu xəbərin üstündə danışırıq. Rəhim səbəbinin xəbərini oxuyaq, yoxsa Hüviyyət Tələban Saxtəci və Qərbi Azərbaycan? Qoy bunu Hüviyyət Tələban Saxtəcini oxuyaq. Çünki Rəhim səbəbini oxusam, çünki bu xəbəri oxusam qutaracağam mən. Yox, bəşli. Bu Zindan Ərdəbili oxuyaq, bu çox mühümdür. Çox da uzundur. مسئولان زندان اردبیل به زندانی 56 ساله ویرجول اگر میخواهی به بند بازگردی باید مثل خر ارعر کنی. ارعر کنیdən sonra gərək bir dana əlamət təəccüb qolaq. Əlamət təəccüb hər yerdə ki, bir dana qeyri-adi bir iş görülür, bir dana dəstur verilir, orada qoyular. Qeyri-adi bir işin qabağına əlamət təəccüb qolurlar. Yəni qeyri-adi. Buna adı əgər ingiliscə surprise bir şeylər üçün. Hər şey ki surprise eləyəndir insanı, onun qabağı üçün qoyular. Yaxçı? اگر میخواهی به بند بازگردی burada گرفت بدون ویرگول ola قاعدتاً باید مثل خر ارعر بکنی. کنی olmaz burada da. علامت تعجب. Tamam. Gedək Cunas TV. Bu xəbəri qətiən Cunas TV alıbdı. Yəni bu xəbər ayrı yerdən gəlməyibdi. Məsələn, xəbərguzari İsna, İrna, Fars falan bunları yazmaz. Elə xəbərin temi göstərir ki, bu Azərbaycandır. Cunas TV 2 nöqtə, yəni mənbəyi xəbər Cunas TV-dir. Əlbəttə, aşağıda 2-ci paragrafa diqqət eləsəz, به گزارش هرانا. Mənbəyi xəbər Həranadır. Cunas TV oradan götürübdür. Pəs o ki, mən orada dedim, qətidir, baxın, əcalə elədim. Mənbəyi xəbəri iştibah dedim. Üzr istəyirəm. Bu mənə öyrətdi ki, heç xəbərin modelinə baxıb demə ki, bunu həttəmən Azərbaycan yazıbdır, Cunas TV yazıbdır. Bəlkə bunu bir ayrı yerdən götürə bildik ki, bizdə bu şey var. Cunas TV 2 nöqtə. زندان مرکزی اردبیل که به عنوان مکانی برای تبعید زندانی سیاسی و غیر سیاسی توسط نهادهای قضایی مورد استفاده قرار میگیرد ویرگول ادامه‌اش düzdür. همواره با مشکلات مضاعفی چون برخورد سلیقه‌ای مسئولین، نبود امکانات اولیه چون آب گرم حمام، قطعی تلفن و مشکلات فاضلابی همچنین خشونت‌های بدون توجیه قانونی روبروست. O titrə bunun heç rəbti yoxdur. Titr nə idi? Bir dana adam ki 56 yaşı var deyiblər, istəyirsən çönəsən öz bəndi var,
Gərək eşkək kimi anqırasan. Gərək burada bu xəbərdə buranın üstündə olaydı. Bu xəbər kim yazıbdı? Baxmadım, işkinə baxmayayım da. Baxmasam yaxşıdır. Pəs buradan bu xəbərin heç rəbti yoxdur buna. Bu xəbər buradan çox uzundur. Dedik ki, xəbərimiz nə qədər cıttılı olsa cümləmiz belə yaxşıdır. Amma bu xəbərin sayısaz bir 30 kəlmədən çoxdur. Mən üçün bunu indi qoyanmıram bir şeyə. Bunu dostlara gəl yazsalar neçə kəlmədir. Mən sevinərəm görüm ki, neçə kəlmədən ibarətdir. İkinci cümleyi ki bu paragrafda yazıbdır, görək burada nə deyəcək. این رفتارهای سوء مدیریتی طی سالهای اخیر افزایش یافته است. Əgər yafta istəyirsiniz deyəsiniz, gərək ondan sonra virgül qoyasınız, idamə verəsiniz. Yoxsa cümləni qutarın, əsli qoyun, qutarın. به طوری که در بازرسی زمستانی زندان پرسنل زندان به یک زندانی 56 ساله گفته نه گفته است 2 نقطه یا گفت 2 نقطه. Burada neçə dənə işgal vardı, mən bunlara bir qeydim. Əgər میخواهی به بند بازگردی باید مثل خر ارعر کنی. کل bu xəbəri ki gərək idi libdə yazılıydı bu qismət idi. در بازرسی زمستانی زندانیان belə bir şey yoxdur. Orada məsələn hər fəslidə bazlıq eləməzlər zindana ki. Hərdən gedərlər baxarlar. Hərdən gedərlər zindana baxarlar. Fəsli baxmazlar. Zindanlara baxarlar. İndi orada nə olubdu ki, bunu tozih verək. İndi özü bir dənə müşkil icad elədi xəbərdə. Personel zindan به یک زندانی 56 ساله گفته اند personel yəni hamısı deyiblər. Ya bir nəfər deyibdi. Onu gərək burada xəbər bəlli eləyə. Personel yəni hamı. Falan şeyin personeli yəni hamısı, işləyənlərin hamısı. به زندانی 56 ساله گفته است گرək elə ya da گفت gərək deyək. Gofta olsa cəm olar, aha o birisi xəbərdə də belə bir şey var idi yadımdan çıxdı deyəm. Cəmlə müfrəd o yerdə ki fail cəmdir, feil də cəm olacaq. O yerdə ki fail müfrəddir, feil də müfrəd olacaq. Olmaz, bu qələt çıxar. Personel üçün cəmdir, gərək gofte and yazıla. Bunu diqqət eləməliyik. Ondan sonra 2 nöqtə, 2 nöqtədən sonra daxili cümlə əgər میخواهی به بند خودت بازگردی یا برگردی باید مثل خر ارعر کنی. Bunu da gərək bəllidir ki, Türkçe yazıbdır. به گزارش هرانا منبع خبرimizi gətirdik. مشکلات زندانیان زندان مرکزی اردبیل و رفتارهای فراقانونی مسئولین زندان طی ماه‌های گذشته روند سوئیدی داشته است. Xəbər nə idi? Titr nə idi? Titr ərər eləmək idi. Anqırmaq idi. Hələ burada da yenə getdi ora. Yox qardaşım, düz xəbər deyil. Sənə mühüm o ərər eləmək idi. Xəbərin onunla başlayacaqsan. Burada getdi müşkilat zindanı Təbriz Ərdəbilə. Onu ötür kənara. از عمده مشکلاتی که زندانیان طی این سالها همواره با آن دست و پنجه نرم می‌کنند مسئله حمام گرم و فاضلاب است. حمام گرم olmaz ki ab olar da, ab gərm. Hammam gərm olmaz, ab gərm olar və fazilab olar. Fazilab da harda mən bilmirəm, şərəfini şərəf burada yazıydı ki nə deyir. استفاده زندانیان از حمام در روزهای جمعه ممنوع و در روزهای عادی نبود آب گرم در حمام‌های این زندان مشکلات عدیده‌ای به وجود آورده است. مسئولین زندان برای فشار بر زندانیان هنگامی که آب حمام در حال گرم شدن است جلوی استحمام ویرگول استروردا yazmayıblar جلوی استحمام زندانیان را به بهانه‌های مختلف و بهتنه‌های مختلف میگیرند. Olar bu qələtdir, ola bilər. Mən də çox vaxt bunu əlif ilə t bir-birinin dibindədir, iştibah vururam. Olur, bu olar. İrad deyil. İrad daha, amma çox ciddi irad deyil. O birisi iradların yanında bu hissatdır. Hammam gərm olmaz dedik, abi gərm olar. Məsələn, orada cümlə o yerdə ki, nəfəs çəkirsən, orada gərək virgül qoyasan, qoymayıbdır. O yerdə ki, bir təvəqqüf edirsən ki, cümləni təkmil vermək üçün hərəkət edirsən, bələcə də belə olsa,
desən, əgər desən cümlənin davamı qələt olar. مثلا diqqət buyurun. مسئولین زندان برای فشار به زندانیان برای فشار به زندانیان هنگامی که آب حمام در حال گرموده شدن است görürsüz, yəni həm nəfəsi yetişmir, həm də cümlələr oxuda qutulur, yarımçılıq yerçidə. Bəs bu paraqrafda yenə xəbərə rəbti yoxdur. Bu paraqrafı da zindani bir cilayələr eləyibdi, bunu yazıbdı. Tamam, bu da özü bir xəbərdir, amma bu xəbər deyil. özü bir ayrı xəbərdir, amma bu xəbər deyil ki yazaq. از دیگر مشکلات بهداشتی این زندان انسداد چاه‌ها بود و oxumuram çünki getdi. Ora yenə فرهاد نوروزی به گفته خود بسنده نکرد. Aha, bu kimdir? فرهاد نوروزی kimdir buradan bir tapıldı. 10 دیماه داری انسداد فاضلاب یکی از بندهای 4 زندان دلیل اسکول پیجی منظور استخدام که فاضلاب نداریم. شما کمک کنید بین خودتون مبلغ جور کنید تعمیر کنید این سخن را واکنش فلان بهمان. Bu addan hələ eğlenceli də oxudum o paragrafı. Bu zindanın adı yoxdur. Gedə o birisi məsulun zindanı tanık درباره بغرنج به وضعیت بغرنج محیط زندان رسیدگی نمی‌کنند، بلکه با بی‌توجهی به این وضعیت زندانیان را جنوردا ویرگول است با مشکلات خود رها کردند. آقای فرهاد نوروزی یکی از رؤسای اندرزگاه این زندان زمانی که زندانیان مشکلات فاضلاب بند را با وی مطرح کردند مدعی شد که زندانیان عمدن اقدام به خرابکاری می‌کنند. پس فرهاد نوروزی bir dönem اندرزگاهın مسئولlarından biridir. Tamam. پس bu احتمالاً اشتیاق دیدن de budur. فرهاد نوروزی به گفته خود بسنده نکرده و زندانیان را در هوای سرد زمستان بدون پوشش مناسب به صورت تنبیهی به مدت 1 saat در محوطه هواخوری زندان nigah داشته است. Cümləyə diqqət eləsəz cümlədə hey təkrar olur və qələtdir. Bunun üçün buna getmirəm. Bu bir. از زمان پس bu adam ki deyib ərər bu adam olacaqdır. از زمان شروع اعتصاب غذای محمد صابر ملک رئیسی در اعتراض به مضروب شدنش در زندان bu özü bir ayrı xəbər dəstəm. Baxın bu ayrı bir xəbərdir. Bu niyə? Bəllidir bu adamı döyüblər zindanda. در زندان تلفن‌های چند بند این زندان تا مدت‌ها به بهانه معیوب بودن خطوط بسته شده است. Bu özü bir ayrı xəbərdir. Yaza bildik bunu. Bir ayrı xəbər. Özümüz düzəldə bildik. Burada neçə xəbər var? Muxtari. Bu kimdir? Bu da bir ayrı adamdır gəldi. رئیس حفاظت کل زندان‌های اردبیل مدعی شده که اخبار این زندان توسط زندانیان سیاسی به رسانه‌های اطلاع رسانی شده و این سزای این کار بوده و ضمن تهدید به زندانیان اعلام کرده اگر اخبار زندان را به بیرون از زندان منتقل کنید ما تمامی امتیازات شما را هم از حمام و تلفن و ملاقات‌های حضوری و کابینی را از شما خواهیم گرفت. چه bu şeydi. خواهیم گرفت olmaz. سلب می‌کنیم و فلان فعلی جرحی هستین یا منع می‌کنیم یا cümləni elə dəyişdik ki burada bir ayrı məna versin. Bu da bir ayrı xəbərdir, cəlibdir, amma bu rəbti yoxdur. ərərə, mən hələ ərərə axtarıram. این گفته با اعتراض زندانیان مواجه شده است. آنها در جواب گفته‌اند که حمام و تلفن از امتیازات زندان نیست و از حقوق اصلی یک زندانی است، ولی مسئول حفاظت کوچکترین توجهی به این اعتراضها نکرده و خطاب به یکی از زندانی سیاسی گفته است اگر شلوغ کنید ویرگول شما را در هوای سرد به میله‌های هواخوری زندان می‌بندم. Burada da şoma qoymarıq çünki bu adam bəllidir. Əgər əsəbanidir belə deyir, onda deyir səni, yəni tora. Bu adamı müəddəb göstəririk. Bir tərəfdən də beləsi cümlə düz deyil. Biz kəlmələri seçəndə bu adamın dediyinin sayağına görə cümləni düzəldərik. Bu adam deməz ki, əgər şuluqluq eləsən, cənabızı ağaca bağlaram. Əgər bu adam ya cənabız deyəcək, ya ağaca bağlayan. Ağaca bağlayan desə deyə səni, təhqiri, səni. Toru. Bu da bəllidir ki, dostumuz ədəbiyyatı o qədər şey eləmir, mühüm deyə biləsinə ya diqqət eləmir bu cür kəlmələrə. Onun üçün dedim, biz o 10 dana kəlməni ki dedik, dostlar gərək bunlarla o 10 dana məfhumla tanışlıqları, onlara bilələr ki, bunları nə etməlidirlər. Hələ feylən yenə də buraya yetişməmişik. Bu çox mühüm xəbərdir özü. Bu özü mühüm bir xəbərdir. مسئولین مورد اشاره به این رفتارهای فراقانونی بسنده نکرده است. مسئولین مورد اشاره به این رفتارهای فراقانونی بسنده نکرده است. به این olmaz da رفتارهانı qoysun elə به این رفتارهای فراقانونی بسنده نکرده اند. اصلا مسئولین جور gəlməz. این ilə də رفتارها جور gəlməz.
آنها کرامت انسانی زندانی را نیز به راحتی زیر پا میگذارند. نقطه یخته چرا نقطه گرسون. آنها مسئولین کرامت zendaniyan ya insan zindanda siçan saxlamazlar, it də saxlamazlar. Zindanda adam saxlarlar. Elə orada yazsan ki کرامت زندانی یعنی یک انسانی که در زندان زندگی میکند یا مجبور به زندگی در زندان است. معنی زندانه بود دا. به راحتی زیر پا میگذارند. آنها کرامت انسانی زندانیان را گره بلسون goyaq insani زندانیان را به راحتی کلمəsini burada götürək. Çünki elə bu زیر پا میگذارند نقطه به طوری که گزارش شده ویرگول ولی شایگان زندان جعلی لوی انشالله برای یتişir. ولی به طوری که گزارش شده ویرگول ولی شایگان adı olacaqdı bu. Vəliyə Şayqanı niyə mən baxı gördünüz orada Vəli Şayqan oxudum. Diqqət etsəniz Vəliyə Şayqan oxumadım. Yəni ad oxumadım. Kəlmə oxudum. Farsının mütəəssifanə bu iradı var ki, adları böyük hərflə yazmaq olmur. Farsının iradı budur. Onun üçün də normalda bu iradı hamı bu iştibahi elər ki, mən elədim. Bunun üçün gərək ki, hər adı qoyaq düymə arasına. Bəlli olsun ki, bu addır. ولی شایگان نقطه ویرگول زندانی 56 ساله را از بند خود بیرون کرده و برای تحقیر این زندانی گفته اند. جمله غلطه اما حالا دیاخ اگر میخواهی به بند بازگردی باید مثل خر ارعر کنی. Bayaqlar orada üstə dedi ki, diqqət buyurun, rəvənd məntiqi xəbərdə. Bunlar hamısı bir şeydir, bunlar cəhət bir dana diyax. Rəvənd məntiqi روند منطقی xəbərdə ya hər yerdə budur ki, dastan. Baxın bir İngiliscə gözəl deyirlər. Deyirlər ki, hər bir xəbər bir istoridir. Yəni bir nağıldır, bir hekayədir. Türkçəsi hekayə gözəldir. Bir hekayədir, bir başa gəlmiş bir qəziyyədir, macəradır. History, xəbər. Hər xəbər bir hekayədir. Bu hekayənin gərək hər şeyi əvvəldən axıra bir-biri ilə oxuya. Əgər hər bir şeyi o birisinin ziddinə olsa, bu xəbər ya yalandır, ya xəbər yazan başarmır. İkisindən biridir. Ya bu adamın savadı yoxdur, xəbər yazır, ya da əslən xəbər yalandır. İkisindən biridir. Bunun üçün diqqət eləməliyik. Deyir ki, bu adamları çəkiblər, bir saat saxlayıblar hamısını həyətdə. Bunların hamısını dubara qoyublar, gediblər içəriyə bu Vəliyə Şayqanı dubara çıxarıblar, gediblər həyətə. Nədir qəziyyə? Ya Vəliyə Şayqan etiraz edib ki, biz insanıq, adamıq, bizim haqqımız vardı, bunu izafə saxlayıblar. Rəvənd məntiqi burada dəyib bir-birinə. Bu rəvənd məntiqi yoxdur. Yəni əvvəldən indiyə əgər desək ki, xəbərin mən də alısını axtarıram, orada neçə dənə xəbər vardı ki, hərəsinin ayrı-ayrı xəbər yazmaq haqqımız vardı, biz eləyə bildik bunu yazaq, Azərbaycana görə 4 dənə xəbər qoyaq, xəbərləri bir-birinin içinə qoyub itirməyək, çünki heç kəs sənətay mənətay bunu oxuyub oxumayacaqdır. Hətta Günas TV-nin öz yazanları, oxuyanları bunu oxumayacaqlar. Onun üçün o xəbərlər itəcəklər içəridə. Biz o xəbərləri dana-dana xəbər eləsək, hərəsində bir paragraf eləsək, adamlar oxuyarlar, aha, bu xəbərin yerinə 5 dənə xəbər oxuyar, bilər ki, Azərbaycanda da nə cəşir. Biz bir xəbəri doldurmuşuq, istəf eləmişik, yəni içinə o qədər xəbər yığmışıq ki, ağa bunu dalbadal, hər gün bir xəbər elə. Heç iradı yoxdur. Bu xəbərdən 10 dənə xəbər çıxart, 10 gün bu zindana görə xəbər yaz, qoy gündəmdə olsun, İranda da, Tehranda da, orada burada da sənin xəbərləri görsün, desə bu Ərdəbildə nə var gündə buradan xəbər çıxır. Bir xəbəri copy-paste eləməyək. Vəliyə Şayqan, indi buradan başlanır xəbər. O xəbəri ki, biz gəlirik budur. Vəliyə Şayqan, cümə bəstə, نقطه ویرگول زندانی 56 ساله را از بند خود بیرون کرده و برای تحقیر این زندانی گفتند. Cümlə düzdəyir. 2 dənə cümlədir. Bu gərək onu düz ola. Və از بند خود بیرون برده اند.
Yəni hamını aparıblar içəriyə, bunu sonra gəliblər çıxardıblar, belə nəzərə gəlir. و برای اینکه این زندانی را تحقیر کنند به او گفتند kim deyibdi? Məsulin zindan hamısı üçüncü hissədir məsulin, yoxsa o 2 nəfər ki adım çəkdilər ya onlardan biri. نه deyiblər? گفتند اگر میخواهی به بند بازگردی باید مثل خر ارر کنی. این belə oxuduqca gələk bunu oxuyaq. Görək nə deyirlər. Tamam. تنها بعد از اینکه این زندانی ارر کرده است به او اجازه داده شده از فضای سرد هواخوری به بند خود بازگردد. آخ bu xəbəri yazanın başın gərək əzəsən. Titri çevirib deyir ki, əgər istəyirsən qeydəsən ora, anqıracaqsan. Amma bu adam anqırıbdır. Xəbər budur. Xəbər o deyil ki, ona deyiblər qeyd ki, anqırcınən. Xəbər budur ki, bu anqırıbdır. Titr nədir? من olsam yazaram. اجبار زندانی به ارعر در زندان اردبیل یا اجبار زندانیان به ارعر داخل جیومد ارعر. جیوم باز، جیوم بسته، درناق آراسته، اجبار زندانیان به ارعر در اردبیل یا پانیرانیسم زندانیان ترک را مجبور به ارعر کردن می کند. O titrimiz bunun üstünde olmalıdır. Eləyib bu. Bunun üstüne getməlidir. Və bu farslara da təsir qoyar. Üstəki yox. Ondan sonra da lidimizi və xəbərimiz bunun üstündədir. Vəliyə Şaiqan 56 yaşındadır. Zindanı Təbrizdədir. Ya siyasidir, ya qeyri-siyasidir. Bunu da yazarıq. Bu günləri gətiriblər zindan. Hələ oxuyaq şurasını yazıbdır. انگران نصر گفت جسنزه این زندان از دیرباز شاهد اعمال بدرفتاری مسئولین زندان بوده است. نقطه. به طوری که محمد صابر ملک رئیسی در نامه سرگشاده به حسن روحانی اشاره کرد که به مدت 14 سال در هوای سرد اردبیل با دستبند و پابند در حیات این زندان به میله بسته شده است. Gözəl. Baxın xəbərin mühüm yerləri var. Adam oradan buraya oturup nəql deyibdi. Mən olsaydım bu xəbəri oxumazdım, bunları da bilməzdim. Məhəmməd Sabir Məlik rəisi, bu adamın adıdır ki, mənim adında olsun, bəlli olsun ki, o rəisi zindan deyil. Orada mən özüm 2-3 dəfə onu dedim, bəlkə rəisi zindan da adını deyil. گزارش شده محمد صابر ملک رئیسی پس از پایان اعتصاب غذاهای طولانی. Baxın, əslən bu adamı etisab qəzi eləyibdi. Əslən xəbər, bu xəbəri nə mənim bu dostum, hər kəs Allah rəhmət eləsin bu dostumuza. پس از پایان اعتصاب غذاهای طولانی مدت دچار مشکلاتی چون ناراحتی معده شده و مسئولین بهداری کوچکترین توجهی نسبت به وضعیت این زندان نمی‌کنند. Diqqət buyurun dostum. O qədər irad var bu xəbərdə ki, fikir edirəm məndən sonra da heç kəs yoxdur, amma bunu mən deyim. Bu xəbərdə o qədər irad var ki və o qədər xəbər var ki, görəsən. Bu adam etisab qəza eləyibdi. Əslən bu bir dənə namə sərgüşadəni zahirən hər ana nəql eləyibdi. Və bizim xəbərnigarımız əslən deməyib ki, bu dənə namə sərgüşadə filan kəs yazıbdı, bu dəftəri də onun içində deyibdi. Bu xəbərdə dediyim kimi bir neçə xəbər var. Ehtiyacı yoxdur. Biz xəbərləri dolduraq, çox xəbərlə dolduraq, bir xəbərin içində yox, bəlkə xəbər sabahları ayrı xəbər. Bu xəbər çox mühümdür. Biz hər gün bunu xəbər eləyə bilirik, hər gün bunun bir hissəsini xəbər eləyə bilirik, bir gün bunun naməsini eləyə bilirik. Yazaq deyək ki, آقای محمد صابر ملک رئیسی زندانی
Ərdəbil. Bilmirik, əslən soruşamırıq da bu kimdir, hardadır, cürmü nə mənədir, iddiamı nə mənədir. Lağal yaza bildim ki, Ərdəbilli bir Ərdəbilli zindanında bir zindanidir. Bir dənə nameyi sərquşadə yazıbdı, bir açıq namə yazıbdı Həsən Ruhaniyə və orada bu zindanın şəraitindən şikayət edibdi. Və rəis cumhurdan istəyibdi ki, bir heyəti göndərsin, bu zindanın vəziyyətinə yetişsinlər. Ondan sonra istinadən bizim indi həranəyə istinad eləyincə bu namiyə istinad elərik. Deyərik, bu adam etisab qəza eləyibdi. Neçə gün? Görürük namədə var ya yox. Ondan sonra götürürük bir xülasə bundan yazarıq. Bu etisab qəza eləyibdi. Bunu anqırdıblar. Anqırdan ayrı adam idi, hə? Ayrı adam idi. Bu adam o bir şeyler yazıbdı. Vəli bu namədə zahirən bu adam yazıbdı. Bu eşcək, anqırma məsələsində bu adam yazıbdı. Zahirən, sərquşadə naməsində. Bəs buradan başlarıq, bir dənə xəbər yazarıq, bir dənə nameyi sərquşadə zindanı Ərdəbildən gəlibdi. Vəziyyət zindanda çox çətin, pisdir. Bir xülasə xəbərimiz buna görə olur ki, burada çoxlu müşkülat ki, zindanilər, üzbəyüzlər zindanda və məsulini zindan əslən əhəmiyyət vermirlər və zindanları müttəhəm eləyirlər ki, və zindanları qeyri-qanuni mücazat eləyirlər zindanın içində. O halda ki, qanuni hökmü yoxdur. Bu tür şeyləri gətirir, qoyar, bir xəbər. Sabahları bunun içindən bu günlər Cünasının 19 xəbəri var. Nə gözəl olardı Cünasının 30 xəbər olaydı. Vəli onu buradan olaydı. 10 dana xəbər bunun içindən çıxadıyorduk, bir gündə göndəririk ora. Əgərçi, ən yaxşısı budur ki, biz bunun içindən 5 dana xəbər çıxadaq, 4 dana xəbər çıxadaq, 4 gün dalbadal yazaq. 4 gün bu zindanın müşkülatın veb-saytda saxlayaq, gündəmdə saxlayaq, gündə hətta neçə gün zindanlarla müsahibə aparaq, filan eləyək, bəhman eləyək, eləyə bilək ki, bu zindanın məsələsinin İranın mətbuatının və siyasilərinin gündəminə çevirək. Çox sağ olun, təşəkkür edirəm ki, bu xəbər qulaq asdınız. Bir saatdan çox olubdu zahirən, bir saat, bir dəqiqədir. Mən bu şeyə görə danışırdım. Hər halda inanmırdım ki, bu xəbər bu qədər cəlib olsun və bu qədər xərab yazılsın. Amma çox sevindim. Umaram ki, inşallah dostlarımız çalışarlar, daha yaxşı yazılar. Sağ olun, səlamət qalın. O birisi bərnamədə 9-cu jurnalist ki, cümə axşamı olacaqdır. O gün görmək ümidi ilə. Sağ qalın.